Abituriyentlər, biz nə zaman duru, nə zaman qatı sulfat turşusundan istifadə etdiyimiz əsas reaksiyalara bugün baxaq. Məsələn, tutaq ki, bizə verilir ferium üstəgəl H2SO4, ancaq bizə verilmir qatıdır və yaxud da durudur. Biz məhsullara baxaraq bunu təyin edə bilərik. Əgər ferium SO4 alınıbdırsa, yəni dəmir burada 2 valentlidirsə, artıq biz burada bilməliyik ki, duru sulfat götürmüşük. Yox, əgər dəmir 3 valentli olarsa, məsələn yazaq, ferium 2 dəfə SO4 3 dəfə. Bu zaman artıq bilirik ki, dəmir burada 3 valentlidir. 3 valentlidirsə, deməli biz H2SO4-ün qatısını götürmüşük. Bundan başqa tutaq ki, ferium 2SO4 3 dəfəni vermir, məhsullarda su verir. Məsələn, H2O. Artıq H2O varsa, biz bilirik ki, yenə qatı sulfat götürmüşük. Ancaq hidrogen varsa, yenə bilirik ki, duru sulfat götürmüşük. Və yaxud da H2O verməsə və SO2 qazını verərsə, artıq bilirik ki, burada yenə deməli SO2 qazını alınıbdırsa, deməli qatı sulfat turşusu götürmüşük. Və yaxud da X maddəsi verir, deyir X-in deməli dissosiasiyasından ferium müsbət 3 ionu əmələ gəlmişdirsə, artıq yenə də biz qatı sulfat turşusundan istifadə etdiyimizi bilirik. Bundan başqa xrom da dəmirlə eyni reaksiyalara daxil olur. Xrom da dəmir kimi duru sulfatla 2 valentli, qatı sulfatla 3 valentli olur və eyni duru sulfatla hidrogen, qatı sulfatla isə SO2 qazını ayırmış olur. Bundan başqa yadımızda saxlayaq ki, pasiv metallardan kuprum duru sulfatla H2SO4 ilə reaksiya daxil olmur. Duru sulfatla ancaq H2SO4-ün qatısı ilə reaksiya daxil olaraq kuprum SO4 və SO2 qazını ayırır və bir də su ayırır. Bundan başqa deməli qatı sulfat və duru sulfatın müqayisəli ən çox düşə biləcək testləri bunlardır. Bunları əzbərləsək, yəqin ki, düşən sualları düz yaza bilərik.